Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu günləri bizim studiyamızda qonağımız var. Qonağımız Əlpənaq Məmmədovdur. Xoş gördük Əlpənaq müəllim. Əlpənaq müəllim dəfələrlə bizim studiyamıza müraciət edib. Əlpənaq müəllimin bir neçə il bundan qabaq 8-ci kilometr qəsəbəsində evinin altında obyekti var idi. Yəni bununla bağlı bu yaxınlarda həmin obyektin qarşısında bizim çəkilişimiz də olub. Bizim proqramdan sonra biz həmin o çəkilişi də izləyə bilərsiniz. Məsələnin nədən ibarət olduğunu orada biz Əlpənaq müəllim danışıb. Amma biz bu gün istərdik studiyadan daha ətraflı Əlpənaq müəllim bu barədə danışsın. Əlpənaq müəllim, siz həmin ərazidə illər boyu yaşayırdınız, eləmi? 90-cı ildən mən orada yaşayıram. 30 ildən çoxdur ki, orada yaşayıram. Deməli, 8-ci kilometr qəsəbəsi, Nəsimi küçəsi, 16, mənzil 20. Aha. Bəli. Evimin polu çöktüyünə görə o vaxtı Mənzil Kommunal Təsərrüfatı İdarəsindən icazə almışam. Bu dokumenti. İcazə alıb oranı qazdım. Müraciət elədim, dedilər ki, bizim elə gücümüz yoxdur, özüm qazdır, polumun altı möhkəmlətmək üçün. Sizdə birinci mərtəbədə elə bir belə etaş birinci mərtəbə. Sonradan oranı qazdırdım, açdım, möhkəmlətdim ki, Əmlak Komitəsinə yenə müraciət elədim, Mənzil Kommunal Təsərrüfatı Birliyinə gəldilər, baxdılar. Hələ mənə sağ ol da dedilər ki, binanın özünü belə möhkəmlətmişsən, dedim. Onlar da İqtisadi İnkişaf Nazirliyindən bir nümayəndə çağırdılar, gəldilər, baxdılar. Onların iştirakı ilə oranı açdım. Polu açdınız, zirzəmini açdınız. Bəli, zirzəmini çöldən qapı açdım. Daha doğrusu 94-cü ildə qutarmışdım remontu. Sonra 95-də çağırdım onları, gəldilər. Bu da onların mabinin planı, eskiz planı. İcarəyə veriblər, oranın planı. Eskiz planı, əziz izləyicilər. Onların balansında olub bura. Amma Əmlak Komitəsi də mənim xəbərim, razılığım olmadan 2005-də götürüb oranı, 2005-də deyirəm, 2018-ci ildə oranı satıblar bir öz tanışlarına, özəlləşdirib satıblar öz tanışlarına. Siz oranı istifadə eləmişsiniz nə kimi müəllim? Oranı çay evi, kafe çay evi kimi istifadə eləmişəm. Deməli çöldən qapı açmısınız? Bəli. 12 ildə vergi ödəyicisi olmuşam. Bütün işıqdır, qaz, sudur. Bunların hamısı ilə müqaviləm var. Vergi ilə müqaviləm var. 12 il vergi ödəyicisi olmuşam. Ayda da 63 manat Əmlak Komitəsinin pul köçürmüşəm. O kvadrata görə olan rüsumu ödəmişəm. Bu davam edib neçinci ilə qədər? 2018-ə kimi. 2017-ci ildə gəldilər, artıq bizim tikinti düşmüşdü plana, söküntü gedir. Söküntü gedən vaxtı bu tikinti idarəsindən gəldilər, dokumentlərinə baxdılar, elədilər, gördülər ki, oranı özəlləşdirməmişəm. Amma o biri dokumentlərinə baxdılar, mən orada istifadə eləmişəm, vergi ödəyicisi olmuşam. Bunlara baxdılar da bir söz demədilər, nə istəyirsən bura? Dedim, evimlə birgə 450 min pul istəyirəm. Mənzilimizlə birgə? Mənzilimlə. Neçə otaqlı mənzilimiz? Mənzilim 2 otaqlı, amma 3 otağın kvadraturası, böyükdür. Söz demədilər, yazdılar, pozdular. Ondan sonra gəldik, söküntü vaxtı, Əmlak Komitəsi bilmirəm necə satıb onu, kim satıblar bu söküntü vaxtı ki, gəldi ki, tikinti şirkətinə direktoru ki, sənin obyektiyə görə kimsə gətirib bizə dokument göstərir. Naxçıvanlı bir nəfər. Gətirib dokument göstərir ki, bura mənimdir. Dedim, yaxşı, onundur, mən yaşayıram. 2019'da da böyümü bağlattım, köçdüm. Birinci mərtəbə, aşağı. Aşağıda yaşamaq.
özləri də gəlib görüblər tikinti şirkəti ki, orada yaşayıram, orada Hı. bir şey. Sonradan söküntü vaxtı 2020-də cəmaatı razılaşdıran kimi 2 Hı. il keçdi. Və siz bu müddətdə heç yerə getmədiniz daha ona bağlı? Getdim, Aha. əmlak komitəsinə müraciət etdim, dedim ki, Aha. bu nədir, mənim razılığım, xəbərim olmadan keçin. Orada mən dedilər ki, 15 min səndən pul istəmişik, nəyə görə vermədin 15 mini? Məndən 15 min rüşvəti alıblar, istəyiblər. 7500-ə satıblar uçağı. Tanımadığınız bir adama. Bəli. Aidiyyatı olmayan bir adama. Aidiyyatı olmayan. O həm Rusiyanın vətəndaşıdır, həm də Azərbaycanın ikili vətəndaşlığı var. Mən bu adamın heç üzün görməmişəm. Əmlak komitəsinin vəkili həm bu adamın vəkilliyi eləyir, bu adama həm də əmlak komitəsinə. İki tərəfli. Mən də şikayət elədim o vaxtı özəlləşdirmə sektorunun rəis, əmlak komitəsində rəis müavini Rafiq Zəlilova. O da dedi ki, bu işlər məhkəmə yolu ilə həll olunur, ver məhkəməyə. Məhkəmədə bu gəlib qaytaraq tapmayın. Deməli, məhkəməyə müraciət etməlisiniz ki, məhkəmə sizin tərəfə qətnamə qəbul etsin sizə, sizin üçün. Və sonra da məsəl üçün obyekt yəni özəlləşir sizin adınıza. Belə başa düşürəm də. Bəli. O vaxtı artıq bunun adını özəlləşmişdi. Qabaqdır. Satan kimi 7 gün keçib çıxarış veriblər onu. Satandan 7 gündən sonra çıxarış veriblər. O vaxtı mən getdim bir məhkəmə, birinci məhkəməyə müraciət elədim. Nizami məhkəməsi mənim xeyrimə Qətnamə budur. Qətnaməyə görmüşük biz. Artıq bundan xəbərimiz var. Keçən dəfə biz burada olanda siz gəlmişdiniz bura. Bu barədə veriliş olmuşdu bir dəfə. Burada studiyamızda Hacı İlham Nizami məhkəməsi də mənim xeyrimə qətnamə qəbul edib. Sonradan siz bunu özünlə danışmağa cəhd göstərmişsiniz müəllim? Necə? Bunun özünlə danışmağa cəhd eləmişsiniz, belə telefon danışığım oldu. Nə deyib ki, mən oranın alverçisiyəm. Belə özəlləşməmiş obyektləri əmlak komitəsindən alıram, baha qiymətə satıram. Sizə deyib telefonda? Bəli. Əziz izləyicilər, bu artıq ciddi ithamlardır. Yəni, həqiqətən də görün vəziyyət nə yerdədir. Mən deyəndə itiraf olar, ora mənim evimdir. Sən necə gəlib girmişsən? Evimin altıdır. İlk növbədə burada yaşaya-yaşaya sən nə yolla bunu şeyləmişsən? Özəlləşdirmişsən. Mən bilmirəm, əmlak komitəsindən almışam. Mənim yeri gələndə prokuraturada da adamım var. Apellyasiya məhkəməsində də adamım var. Heç atılıb. Artıq Nizami rayon məhkəməsi qətnaməsi qəbul olunmuşdu qətnaməsi. Bəli. Ondan sonra deyir sizə ki, mənim apellyasiya adamım var. Yox, qabaq. Ondan əvvəl. Əmlak komitəsindən gəldilər, bir 2018-ci ildə Bahar bayramından qabaq Nizami rayon əmlak komitəsindən gəldilər ki, səndən o vaxtda 15 min istəmişdik, düşmüşük 7500-ə. 7500-ə özün alırsan mı obyekti? Dedim, bəli, alıram. Bəli, əziz izləyicilər, deməli, ilk növbədə bildiyimiz kimi, hər bir əmlak, məsəl üçün, əsas istifadəçiyə təqdim olunur. Yəni, istifadəçi kimdirsə, fərqləməz, ora arendatorudur, ora, məsəl üçün, hal-hazırda, yəni bu vəziyyətlə bağlı, bunu deyə bilərik ki, bu zirzəmi evinin altında olduğundan, mənzilin altında olduğundan ilk növbədə, deməli, Əlpənağ müəllimə həmin əmlak təklif olunur ki, yəni imkanın varsa buranı özəlləşdirirsən. Əlpənağ müəllim, əgər yazılı razılıq verirsə ki, mən istəmirəm, ya pulum yoxdur, ya mən yazılı formada müraciət edirsə, ya istəmirəm, yəni imtina edirəm. Bu da qeyri-mümkün bir şeydir, bildiyiniz kimi. Çünki orada əziyyət çəkib. Əlpənağ müəllim keçən dəfə bizə hətta dedi ki, ora filan qədər vəsait xərcləyib. Çünki ora çay evi kimi istifadə eləmək üçün özümüz bilirik ki, oranın təmiri, zirzəminin qazılması, oranın hər bir əşyası, yəni Əlpənağ müəllim tərəfdən alınıb. Yəni,
Bu insan bu qədər pul xərclədikdən sonra bu imtina edə bilərmi? Məncə eləyə bilməz. Və Əlpənah müəllim, sizə təklif olunanda siz imtina etmisiniz bu şeydən, Xeyr. yəni obyektdən? Xeyr. Eləmədiniz. Aha. Yox, mən ondan sonra prezidentə məktub yazdım, möhtərəm prezidentimizə ki, Hı -hı. bəs belə məndən 15 min rüşvət istəyir, 7500-ə Hı -hı. satıblar. Təmiz kənar şəxsən. Hı -hı. Və bunlar da acizlə mənə dedilər ki, yaxşı, özün oranı almaq istəyirsən, dedim, bəli. Hı -hı. 7500-ə düşmüşük, 15 mini. Özün alırsansa, dedim. Mən də o ərizə vardı orada, qol çəkdim ona ki, 7500-ə özün aldım. Ərizəni oxudunuz, qol çəkdiniz. Bəli. Aha. O Nizami rayon əmlak komitəsi Nizami rayon əmlak komitəsindən Nurəddin müəllim o gəlmişdi. Dedi ki, belə alırsan qol çək. Qol çəkdim. Get məni başa saldı ki, get aksiyon şöbəsinə. Aksiyon şöbəsində səni başa salacaqlar. O 7500-ə hara köçürmək lazımdır. Necə? Mən bu vaxtı şəkərim qalxmışdı. Bir oğlumu göndərdim. Ki, get gör nə məsələdir. Həmin gün göndərdiniz, yox səhəri gün? Həmin günün səhərsi. Aha, səhərsi gün göndərdiniz oğlunuzu aksiyon şöbəsinə. Aha. Oğlum getdi, gəldi ki, bəs deyirlər ki, artıq seçim gecdi, ora kimsə beh qoydu. İkinci dəfə onun səhərsi günü özüm getdim yenə. Getdim, mənə də həmin sözü dedilər, oradan ki, bəs kimsə ora beh qoydu. Deyirəm, bala, ora mənim evim olub əvvəl. Birinci də, ikincisi də ki, oranı mən özüm azmışam, öz vəsaitim hesabına. Kim ora beh qoya bilər? Mən hələ yaşayıram. Evimin altıdır, özüm qazırmışam, özüm çəkmişəm, yaşayıram. Sonradan üstündən bir müddət, daha doğrusu bayram qabağı bir də, bahar bayramından 3 gün qabaq bu şey gəldilər mənə. Getdim, düşdü bayrama düşürdü də. 3 günlər deyildi təbii. 3 günləri deyil idi. Getdim, mən də dedim, adresini istədim, həmin bu şəxsin kimə adına ki, özəlləşdiriblər. Bu adamın vermədilər mənə adresi. Dedilər, biz məxfi saxlayırıq bu işi, verə bilmərik. Dedim, baba, necə verə bilmişsin? Mənim evimi, eşimi almışsınız əlimdən, avam eləmişsiniz yoldaşın adına. Yox, getdim Rafiq Cəllovun yanına, müavinin yanına, əmlak komitəsində. O da dedi, satmalıyıq da, nə bilim, nədir, belə deyilədi. Onun qabaqcadan satmışdılar. Dedim, adresini verin mənə, o adamın bayram vaxtıda. İndi mən dedim, bayram vaxtı tapın bunu, başa salım ki, ora mənim evimdir, gəlsin, baxsın. Əsəbləşməyin. Sonra siz müraciət... Yazma düşürdüm. Dözə bilmirəm. Bu qədər haqsızlıq. Getdim, axırı bayram vaxtı tapdım bunların evləri. O anası söylədi ki, bəli, bir-iki dəfə də belə şey olub, belə hadisə olub. Bu kimlərin sənətin obyektin alıb, neyini. Biz onu başa salarıq ki, belə. İkinci dəfə getdim, birinci dəfə yoldaşımla getmişdim. Elə tanış çıxdılar biraz da. İkinci dəfə gedəndə deyir ki, dedim, nə oldu, nə dedir, oğlunla bir məsləhətləşdirdim. Yox, deyir, o bizi eşitmir, nə atasını eşidir, nə məni eşidir. Dedim, yaxşı, eşitmir, siz mənim əmlakımı əlimdən almalısınız. 300 minlik obyektdir, dedim, 2 dənə obyektini əlimdən almalıyım. Dedi, yox, mən heç nə eləyə bilmərəm. Ondan sonra 3-4 dəfə də getmişəm, qapı açılıblar. İçəridə olurlar. Amma siz Binəqədi rayon məhkəməsinə də müraciət etmişsiniz. etmişsiniz. Hara müraciət edirdim, hansı məhkəməyə. Bunlar gedib çıxmışlar ali məhkəməyə kimi, apellyasiya məhkəməsində təkrar qaytardılar ki. Nizami rayonu sizin xeyrinizə çıxartdı, apellyasiyada ləğv etdi. Hansı yolla ləğv elədilər.
Şeydə ali məhkəmədə də heç bunlar gəlmədi. Mən getmişdim ali məhkəmədə də dəyişilmə saxladı. Dəyişilmədən saxladı, yəni Hə. qüvvədə saxladı apellyasiyanın Bəli, qətnaməsin. qüvvədə Ha. saxladı. Ondan sonra hansı vəkillər müraciət elədim, hamısı dedi ki, bəs burada ali məhkəmənin qərarı var. Hə, biz bunu heç cür dəyişdirə bilmərik. Mən də məcbur oldum ora xərclədiyim vəsaiti dedim. Vəsaiti versinlər. Ondan bu Binəqədidə yaşadığına görə, bu kimin adına oxunub eləmədilər, Binəqədidə yaşadığına görə Binəqədi məhkəməsinə müraciət elədim. Məhkəmə də bir ilə kimi yubandı. O mənə çox kömək eləmək istəyirdi. Bunların vəkilləri, həm əmlakım idi, həm də Öz vəkili şəxsi. heç cür razılaşmırdı. Mən də getdim elmi hüquq evinin şey var, Azər Hüquq Mərkəzinə Tağı müəllim var. Tağı müəllimə müraciət elədim. Onun vəkili də gəlmişdi. Ki mənə görə o güya əmlak tərəfdən oranı müdafiə edir. Bəli. Bu biri tərəfdən də bu müdafiə edir. Məhkəmə qəbul eləmədi onu. Mən dedi ki, ali məhkəmənin qərarını dəyişə bilmərəm. Onunla da ləğv elədilər. Sonradan verdim apellyasiya məhkəməsinə. Apellyasiya məhkəməsində də Tağı müəllimin vəkili gəldi, özü yox. Vəkillərindən biri gəldi. Ki, dedi, elə tanışdı, məhkəmə. Bütün bu çəkilişləri də vermişdim. Birinci dəfə siz mənə çəkiliş vermişlər. Onlar da vermişdim məhkəmədə. Ərazidə də olmuşdu, burada da siz olmuşsunuz. Açığı biz elə bildik bu illər ərzində sizin biraz da olsa nəsə bir düzəliş olub orada, nəsə bir ortaq məxrəcə gəlib çıxmışsınız. Amma ki biz... Məhkəmə orada elə dedi, iki vəkillər dedi, razılaşıb, niyə ki razılaşıb bunu həll edə bilmir. Belə söz işlətdi. Apellyasiya məhkəməsində. Amma mənim tutduğum o ikinci vəkili qəbul eləmir. Oradan da elə məhkəmə onunla da bitdi. Bitdi. Ondan sonra verdiniz kassasiya şikayəti. Kassasiya şikayəti vermədim. Kassasiya onlar verdi. Hə, vəkilim verdi kassasiya. Amma ali məhkəməyə kimi mən dözə bilmirəm. Açıq getdim ki, təmiz batmışdım borca. Pensiya kartımı da qoymuşdum kilo. Borc götürmüş, batmışdım. Getdim Tağı müəllimin yanına ki, Tağı müəllim, vallahi mən gözləyə bilmərəm. Nə vaxtda indi ali məhkəmə olacaq, o vaxta kimi mən neynə dolanmalıyım. Sağ olsun qaytardı mənim pulumu, ona verdiyim pul. Tağı müəllim kimdir ki? Azər Hüquq Mərkəzinin rəisi. Ki, kriminal verilişində çıxış edir. Qaytardı pulumun, məhkəməyə getdiklər, 300-ünü götürdü, qalanını qaytardı. Sonradan hələ ondan sonra gəldim, yenə baxıram ki, mən bu işi yenə şey verdim. Getdim, Jurfaq fakültəsinin kafedra müdür vardı, Məhəbbət xanım. Elə o kriminal verilişinə çıxırdı, o Tağı müəllim gözəd olan verilişinə. Ki, oradan onunla tanış olmuşdum. Gəldim, o da elə tanış çıxdı. Bacısı ilə mən institutda bir yerdə oxuduğuma görə ki, ailəli cəngitlərimiz vardı. Mən bacısını tanımırdım, yoldaşım tanıdı. Siz Məhəbbət xanımı elə bir özünüzə vəkil kimi... Hə, vəkil kimi tutdum. Məhəbbət xanım dedi ki, o da mənim kimi. Dedim ki, elə olsun ki, heç kimi tutub eləməsinlər. Bir yolu ilə də, görüşsüz yolu ilə. O da dedi ki, mən də elə istəyirəm, bəli. Çünki artıq burada biraz da olsa, az da olsa cinayət tərkibi də var. Yəni, bu oğlana görə də, yəni buranın kimə ki bu obyekti veriblər, yəni qeyri-qanuni dəstində bu saxtalaşmadır, burada sənəd saxtalaşmasıdır. Məhəbbət xanım da sizinlə razılaşdı, sonra? İkinci dəfə Məhəbbət xanım getdi məndən həmin o tikintiyə, rəisinin yanına, ona abeşat elədilər birinci dəfə ki, yarısını verəcək onu. Nə qədər nə pulun yarısını bilmirəm. İkinci dəfə heç onun telefonunu da söndürdülər,
götürmürdülər. Hı. Bu mesaj yazdı, açdılar telefonun, demişlər ki, kömək eləyə bilmirik. Hı. Hı. Məhəbbət xanımdan sonra danışdı, deyir ki, gedək baş rəislərinin yanına, Hı. ofislərinə. Hı. Qanlı Gölün yanında ofisləri var. Sonra da Məhəbbət xanım da yaşı düşdü. Hə, nəsə Yəni problem başqa oldu. kişi. Aydındır. Bilirsiniz, bu yaxınlarda elə bizim çəkilişdən sonra biz hər zaman qarşı tərəfin mövqeyini də öyrənməliyik, bilməliyik. Ona görə şirkətin hələ bir Anar müəllimin müavini Kamran müəllimlə telefonla danışdıq. Məsələnin nə o yerdə olduğunu biz ona anlatdıq, amma ki, yəni çatdırdıq daha doğrusu. Amma ki, o da öz necə deyirlər, öz tərəfindən dedi ki, sizin əgər sənədi olsaydı, oranın bugünkü gün onun sənədi varsa, o gəlsin, verək. Nə lazımdır, yəni puldur, nədir, nətərdir, biz onu, yəni necə lazımdır, pulu verəcəyik. Yox, əgər yəni sənəd bugünkü gündür, o biri oğlanın adınadır. Şirkətinin vəkili alıb o obyekti əmlak komitəsindən, bu oğlanla tələbə yoldaşı, bunun adına komitə. Tikinti Şirkətinin Emin Həsənov var. O. Bu Anar müəllimin də vəkili Salman. O da orada oturur. Həm vəkillik edir bu MTK-lara. Kristal Abşeronun vəkilidir. O hər məhkəmədə götürüb bu adamın adını salırdı ora. Yəni mən evi onlara təhvil verəndən sonra yenə məni məhkəməyə çağırırdılar ki, məhkəmədə də evi müzakirə edirlər. Deyirəm, axı mən evi vermişəm. Məhkəməyə. Mən gəlmişəm bura obyektimə görə. Heç eşidən olmur. Hamısını bunlar özləri, öz aralarında həll elədilər. Hətta bu yaxınlarda, əziz izləyicilər, biz deməli, icra şöbəsinə yönələn bir sənədə baxdıq. Sənəddə mənzil 20-nin yerinə mənzil 7 yazılıb. Sonra da Əlpənaq müəllim bildirdi ki, hətta deyir, obyekti də gəlib göstərəndə tam ayrı bir evin ayrı bir istiqamətində, binanın ayrı istiqamətində obyekt göstərdilər. Güya ora müəllimin obyektidir, amma halbuki müəllimin obyekti qalıb binanın bu başında. Yəni burada da biraz şey istər-istəməz yəni saxtakarlıq var. Müəllim də artıq bütün məhkəmə instansiyalarını keçib, yəni Nizami rayon məhkəməsindən başqa qalan məhkəmələr hamısı bunun, yəni Nizami rayon məhkəməsinin qətnaməsini ləğv edib. Yəni apellyasiya məhkəməsi də ləğv edib, ali məhkəmədə elə bir qüvvədə saxlayıb həmin qətnaməni. Yəni bugünkü gün vəziyyət çox acınacaqlıdır. Söhbət ondan gedir, yəni Əlpənaq müəllimi uzun müddət biz tanıyırıq. Yəni keçən dəfə verilişlərimizdə birində də bu məsələ ilə bağlı gəlmişdi, bir il bundan əvvəl. Açığı biz elə bildik ki, nəyisə nail olub Əlpənaq müəllim. Yəni çünki bu həqiqətən də bu birazca burada əməlli başlı qanun pozuntusu var. Çünki bu orada zəhməti var, o həmin zirzəminin ərsəyə gətirilməsində, çay evi kimi ərsəyə gətirilməsində əsas məqsəd əvvəl onda obyekt məqsədi olmayıb. Əvvəl bu insan bildiyimiz kimi pollarını möhkəmləndirmək istəyib, döşəməni möhkəmləndirmək istəyib, ona görə döşəməni açıb, sonradan yəni iş görəndən sonra fikrə gəlib ki, yəni burada bir obyekt kimi istifadə etmək olar. Yəni ondan sonra çöl tərəfdən ora qapı qoyub, qəşəng orada biz o vaxtı hələ söküntü olmayan vaxtı getmişdik, görmüşdük. Çox qəşəng də bir böyük bir geniş yerdir. Yəni elə bir yeri təbii ki, əvvəl müəllimə təklif etməli idilər. Müəllim yazılı formada imtina etsəydi, bəli, onda həmin o obyekt qanun onu deyir. Yəni Nizami rayon məhkəməsi tam əsaslı bir qətnamə yəni qəbul etdi. Məhkəməyə qətnaməsini də biz oxuduq, baxdıq. Həqiqətən də əsaslı qətnaməni apellyasiya məhkəməsi nədənsə ləğv etdi. Bu günlərdə vətəndaş yenidən gəlib deyir, haqlı olaraq deyir. Bu günlər deyir, mən ölkənin ən ali orqanı məhkəmədir. Yəni hüquqları pozulmuş insanlar məhkəmələrə gedirlər. Hətta müəllim bu kimin adına sənədləşib, adı nə idi oğlanın? Bayramlı Rəsul. Bayramlı Rəsulun adına
sənədləşib, həmin onunla bağlı baş prokurorluğa müraciət etmisiniz də, Bəli. məktub yazmısınız. Təkcə yəni Baş icra hakiminə, bir neçə instansiya məktub ünvanlayıb, amma lakin oradan belə bir cavab gəlib ki, iş məhkəmə predmetidir, yəni bu işə artıq məhkəmə baxır. Axı burada cinayət işi də var. Onunla bağlı baxılmayıb bunun işinə. Yəni bütün dokumentlər gəlib hamısı Nizamin icra hakimi. yenidən gəlib Nizami rayon icra hakimiyyətinə gəlib həmin sənədlər. Yəni ki, bu insan bugünkü gün yollardadır, haqqını deməli bunun haqqı bərqərar olmur. Yəni bu insan bugünkü gün yaşlı adamdır. O zamandan bu zamana elə bayaqlar danışdı. İndi sadəcə olaraq biraz müəllim də əsəbidir. Yəni birazca da səhhətində problem var, şəkəri var. Gözündən əməliyyat da olub müəllim bu illər ərzində. Yəni o stressdən, əsəbdən. Yəni bu insan Yoldaşımın qıçı filiz oldu. Yoldaşının səhhətində problem yarandı. Yəni dəyərmi? Belə də götürəndə, məsəl üçün, bu günləri vətəndaşlar üst tuturlar məhkəmələrə. Bu günləri məhkəmələr bunların haqqın pozanda bu insanlar hara müraciət etməlidir? Nə etməlidir? Yəni bizim vəzifəmiz bu verilişi ictimaiyyətləşdirməkdir. Çəkməkdir, ictimaiyyətləşdirməkdir. Yəni bizim vəzifəmizdə olan budur. Məhkəmələrin də vəzifəsi pozulmuş hüquqları bərpa etməkdir. Amma əslində nə görürük biz? Əslində görürük ki, ibtidai məhkəmə qanuni qətnamə qəbul edir, o biri instansiyalar onu ləğv edir. Və Əlpənağ müəllim birinci insan deyil. Belə insanlar yüzlərlədir ki, ibtidai məhkəmədə qətnamə onların haqqlı olaraq tərəfinə qəbul olunur. Apellyasiya məhkəməsi və ya ali məhkəmə həmin o qətnamələri ləğv edir. İndi son söz olaraq siz kimə müraciət etmək istəyərdiniz? Prezidentə müraciət etmək istəyərdiniz? Nə demək istəyərdiniz ölkə başçımıza, möhtərəm cənab İlham Əliyeva? Buyurun, söz sizindir Əlpənağ müəllim. Möhtərəm prezident, mən Məmmədov Əlpənağ Nəsiroğlu əlacsız qalaraq bütün dünyanın gözü Azərbaycanda olduğu belə bir vaxtda sizə belə bir müraciət edirəm. Mənim haqsız olaraq obyektimi, evimi əlimdən alıblar. Mən həmin obyektə görə bir üç otaqlı evdə itirmişəm. Vaxtıyla. Vaxtıyla oranı təmir edib Əlpənağ müəllim. Bir evin satıb, oranı təmir edib. Bəli. İndi sizdən artıq dərəcədə xahiş edirəm ki, bütün ali məhkəmələrə hamısına müraciət eləmişəm. Məhkəmələr kimi, cinayətkarlar qarşı mübarizə idarəsinə kimi müraciət eləmişəm. Oradan yazırlar ki, özüm də orada iştirak eləmişəm. Ki, deyirlər ki, məhkəmə predmeti olduğuna görə biz bu işə baxa bilmərik. Biz cinayətkarlar qarşı mübarizə idarəsi nəyə baxır? Mən də orada öz haqqımı istəyirəm, tikinti şirkətindən o qədər ora qoyduğum xərci istəyirəm. Demirəm ki, evlərindən getirsinlər mənə falan qədər pul versinlər. Bu adam hansı ki, kimin adına apont eləyiblər, bu 380 min pul istəyirdi tikintidən. Siz cənab prezidentə müraciətinizi bitirdiniz? Nə deyim ki, mənə bir köməklik. Müəllim artıq bayaqları biz danışanda studiyada qeyd etdi ki, yəni məhkəmələrdən o ayrı yer yoxdur. Yəni məhkəmələri bu günləri mənim hüquqlarımı pozursa, mən hara üst tutum? Yəni bu mənim dövlətim, bu mənim ölkəm, bu da mənim hüquqlarımı pozan məhkəmələr. Üzümü hara tutum mən? Yəni üzümü tuturam, yəni hansı orqana tutum daha doğrusu? Özümü tuturam cənab prezidentə, bəlkə prezident səviyyəsində, ölkə başçısı səviyyəsində bu işə bir, necə deyərlər, bir köməklik olar. Yəni prezidentimiz cənab İlham Əliyev göstəriş verər müəyyən qurumlara. Yəni bu günləri
hüquqları pozulan insanlar minlərlədir. Onlardan da Prokuratura biri özədə versinlər, qoy onu gəlsinlər, yoxlasınlar, həqiqətən belə şeylər olub ya yox. müəllimin kifayət qədər şahidləri var, kifayət qədər qonşuları var, şahidləri var ki, yəni bu obyekt o icarə edib, neçə illər boyu onun vergisini verib, onun bütün lazımi sənədlərini toplayıb, burada onun texniki şərtləri, hər bir şeyi, amma ki, nəticədə söküntü zamanı həmin obyekt qeyri-birisinə, Binəqədi rayon sakininə satılıb. İndi də tikinti şirkəti deyir ki, mən daxil etmək istəyirəm. Bəli, Müəllim bəli, Belgər Kamran daxil müəllim görsə dünənləri ki, danışanda dedi ki, hə. kimin əlində sənəddirsə, xanım deyir, siz özünüz də bilirsiniz ki, biz sənədlə işləyirik. Bugünkü gün Kupça oranın çıxarışı o həmin vətəndaşın əlindədir. Ona görə də biz sənədə əsasən də onu razılığa getirmişik. Müəllim də getirsin sənədini qoysun. Yəni 7500-ə satıblar. bu qədər. Ümidvarıq ki, Əlpənah müəllim, sizin haqqınız bərqərar olar. Yəni sizin məsələniz həllini tapar. Dövlətimizin yaxşı qanunları var. Qanunları icra edənlər eləyənlər, məhkəmə işçiləri, hamısı vallahi saxtakar. Ən azından bildiyimiz kimi deyir 2 nəfər deməli insan taleyinə, yəni insan taleyinə oynayır. Yəni insan taleyinə cavabdehliyi daşıyır. Bir həkim, bir hakim. Yəni həkim də Allah göstərməsin bir düzgün diaqnoz qoymasa insan taleyi demək olar məhv olur. Hakim də mənəvi cəhətdən bəli insan taleyinə, yəni düzgün qətnamə qəbul etməsə, düzgün işə baxmasa, burada insan taleyidir. Çünki gördüyünüz kimi müəllimin vəziyyəti görürsünüz necədir. Biz hələ bayaqlara biraz ona yardım göstərdik. Vəziyyəti lap pisləşmişdi burada studiyada. Beləliklə, əziz izləyicilər, bu verilişi biz tam dolğun, ətraflı, həmin o söküntü, tikinti şirkətinin qarşısında, sökülmüş evlərin qarşısında çəkiliş aparmışıq bu yaxınlarda. Həmin çəkilişi də izləyə bilərsiniz. Axşam saatlarında izləyə bilərsiniz. Sağ olun, salamat qalın.